Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bu dəfəki söhbətimiz yas məclislərində olan İslama və əxlaqa zidd olan hərəkətlər, əməllər haqqında danışmaq istəyirəm. Deməli, yas məclislərimizdə həqiqətən də İslama zidd olan bir çox əməllər yer almaqdadır. Bunların bəziləri İslam dilində böyük günahdır. Bunların başında deməli yas mərasimlərinin bahalı məkanlarda keçirilməsi yer alır. Bəzən görürük ki, cəmiyyətimizdə o qədər də imkanlı olmayan, cəmiyyətdə müəyyən vəzifə tutmayan, tanınmayan bir insanın şəhərin mərkəzində bahalı yas məclisi təşkil etmək və orada gələnlərin də çoxu rayon cəmaatı da onlara da şəhərin mərkəzinə giriş, çıxışı müəyyən çətinliklər törədir. Bunun şahidi oluruq. Yəni anlamaq olmur ki, bunlar hansı məqsədlə aparılır. Yəqin ki, burada cəmiyyətin içərisində o pis rəqabət, müəyyən şöhrətpərəstlik, təkəbbür öz yerini alır. Əgər bunlar həqiqətən də Allah xatirinə olunmursa, bildiyimiz kimi həmin məclislərdə olan yeməklər ehsan xarakteri daşımayacaqdır. Biz hər yas məclisində verilən yeməkləri ehsan adlandıra bilmərik. Bildiyimiz kimi ehsan insanın Allah naminə əlindəkilərini paylaşmaq, özündə olduqlarını paylaşmaqdır. Bu təkcə yeməklərə aid deyil. Bu Peyğəmbər İslamın dediyi kimi də gülümsəməkdən, xoş münasibətdən, hal-əhval tutmaqdan, elmin paylaşılması, elm öyrədilməsi, müəllimlərin bir şey öyrədilməsi, elm öyrədilməsi, tərbiyə verməsi hamısı ümumiyyətlə ehsan sayılır. Deməli, bahalı məkanlarda, bəzən də bunlar bahalı məkanlarda yas mərasimi təşkil etməkdən ötürü bəzi imkansız şəxslər də ətrafımızda borc alaraq yas məclisləri təşkil etdiklərinin də şahidi oluruq. Bu artıq israfdır. Bu İslam dinində biz yəqin ki, israfı böyük günah kimi o qədər tanımadığımıza görə də bəzi insanlar israf edərək, yəni borc alaraq yas mərasimləri təşkil edirlər ki, bunlar da böyük günah olduğuna görə həmin məclisdəki olan ehsanın da yemək statusuna keçməsinə səbəb olacaqdır. Deməli, bizim daha doğrusu yaxın dostumuz Qarabağ bölgəsindən idi. Bir 20 il dostluq edəndən sonra o rəhmətə getdi. Biz onunla bərabər onların bir çox yas məclislərində, onun qohumlarının yas məclislərində iştirak etmişik. Həqiqətən də onların məclislərində o dövrdə insanın bu şəkildə bir balaca qolunu stola qoymağa yer belə tapılmazdı. Ən azı 3 cür, 4 cür çeşidli yeməklər təklif olunurdu. Yas məclislərində bildiyimiz kimi bunların İslamla heç bir əlaqəsi yoxdur. Onun da ölüyə də bir xeyri yoxdur. Çünki artıq ehsan xarakterindən çıxaraq israfa yönəlmişdir və israf da böyük günah olduğuna görə ümumiyyətlə həmin yeməklərin ehsan statusuna girməyinə mane olmuşdur. Lakin indi son dövr hökumətin də bu işə müəyyən administrativ tədbirlərlə qarışması nəticəsində şükürlər olsun ki, biraz azalmışdır və 40 mərasimlərinə, 7 mərasimlərinə önəm bir qədər azalmışdır. Yəni buna münasibət bir mənalı surətdə bildirilməlidir ki, bunların 7 mərasimlərinin, 40 mərasimlərinin, 52 deyirlər, bunların İslamla heç bir əlaqəsi yoxdur. Din xadimləri zaman-zaman bu barədə çıxışlar edib, fikirlərini bildirsələr də, əfsus ki, cəmaat arasında olan bu zərərli vərdiş davam etməkdədir. Bunun ölüyə heç bir xeyri yoxdur. Yalnız pis rəqabət insanlar arasında başqaları nə deyəcək? Məsələn, bir neçə il bundan qabaq mənim atam rəhmətə getmişdi və biz ona nə 7, nə də 40 mərasimi təşkil etmədik. Üçünü verdik və orada da ehsan olaraq
yemək vermədik. Müəyyən çay süfrəsi, limon, xurma, müəyyən qədər biraz şirniyyat qoyulmuşdu süfrəyə və ora xərclənəsi daha doğrusu vəsaiti isə məscidə verdi ki, müəyyən qədər orada məscidə lazım olan yerlərə sərf olunsun. Bəli, pul xərcləmək istəyənlər, yas mərasimini dəbdəbəli keçirmək istəyənlər buyursunlar. Əgər vəsait vermək istəyirlərsə buyursunlar. Cəmiyyətimizdə kifayət qədər yerlər var ki, şəhid ailələri var, müharibə qazilər var, yaxşı vəziyyətdə yaşamayanlar var. Onlara yardım eləyə bilər, məscidlər var, müəyyən xeyriyyə işlərinə sərf eləyə bilərlər. Bundan başqa zərərli vərdişlərdən və yas sahibinə hörmətsizliklər də burada yer alır. Bunlardan biri yas məclisini aparan din xadiminə hörmətsizlikdir. Yəni din xadiminə ümumiyyətlə bəzi imkanlı şəxslərin təşkil etdiyi yas məclislərində danışmaq nə dərəcədə düzgündürsə qadağan edilir. Qadağan deyəndə ki, ola bilsin ki, gətirəndə şərt kəsirlər ki, ehtiyac yoxdur danışmağa, tez-tez Fatihə verilsin ki, gələnlər durub getsinlər. Bu da olduqca acınacaqlı işdir və din xadimlərinə də tövsiyəmiz odur ki, ümumiyyətlə heç belə bir məclislərdə iştirak etməsinlər. Din xadimi mütləq aparırsa dindən danışmalıdır. Onun danışdığı əlbəttə ki, dindən olmalıdır, əxlaqdan olmalıdır. Bəzən isə danışan din xadiminə olduqca hörmətsizlik göstərilir. Həmin imkanlı şəxslərin, tutaq ki, din xadiminə müəyyən qədər məbləğ verəcəklər, başqa yerlərə, günah işlərə olduqca böyük məbləğdə pul xərcləyənlər, din xadiminə müəyyən kiçik bir vəsait verməyə belə bəzən cəmiyyətdə əfsus ki, bir mənalı qarşılanmır. Deyilir ki, güya Peyğəmbər Əleyhisselamın dövründə belə bir şey olmayıb. Bunlar qətiyyətlə bildirirəm ki, cəfəngiyatdır. Bunun İslamla heç bir əlaqəsi yoxdur. Din xadiminin heç kimə borcu yoxdur. Onlar gəlib yas mərasimlərini keçirilməyində aldıqları müəyyən kiçik vəsait onların ana südü kimi halaldır. Onların məvacibidir. Yəni bunda heç bir haramlıq yoxdur. Yetər ki, şərt kəsilməsin, mənə filan qədər verəcəksən deyimlə yas sahibini pis vəziyyətdə qoymasın. Lakin imkanlı şəxslərin cüzi bir vəsait verməklə onlarla bu şərti kəsməyə heç bir haqları yoxdur. Din xadimini danışan zaman ona olduqca hörmətsizlik olunur. Bəzi insanlar ümumiyyətlə, yəni nə məclislərdə, istər yas məclisləri olsun, istər şadlıq məclisləri olsun, toylar olsun, özlərini apara bilmirlər. Toylarda aşırı dərəcədə sərxoş olaraq yerdə uzananlar var. Üzr istəyirəm analarımızdan bazılarına, paltarı, şalvarı düşənlər də var. Sonradan baxıb xəcalət çəkənlər də var. Bu barədə ailələri dağılanlar da var. Eyni ilə həmin insanlar yas məclislərində də özlərini apara bilmirlər. Toylarda insanlar bildiyimiz kimi toylar barədə çıxışımızda da mən bildirdim. Toylarda insanlar mən də o insanların içərisində daxiləm, danışa bilmirik. Oturub uzun müddət görmədiyimiz qohumlarımızı, qohum-əqrəbalarımızı, dostlarımızı, tanışlarımız barədə hal-əhval tuta bilmirik. Sanki insanlar acıqlarını, bunun acığını danışa bilmədiklərinin acıqlarını yas mərasimlərindən çıxırlar. Əlbəttə, yas mərasimlərində heç kim demir ki, insan danışa bilməz. Xeyr, bunun İslamla bir əlaqəsi yoxdur. İnsan danışmalıdır da. Lakin söhbət səs tonundan gedir və müəyyən qədər din xadimi danışan zaman ona hörmət olunmasından gedir ki, bunlar da olduqca zərərli vərdişlərdir. Bundan başqa Quran oxunarkən Qurana qarşı da hörmətsizlik olunur. Birinci, biz Quranın dəyərini bilməliyik ki, yəni bunu dəqiq hörmətli izləyicilər bilək ki, yer üzərində müəyyən dəyərlər var, müəyyən qiymətli mallar var, əşyalar var, yerin təkində olan qiymətli metallar var, qızıl da onların içində, qızıldan da bahalı metallar var. Bütün bunlardan dəfələrlə üstün bir dəyər var. O da Quran-ı Kərimdir ki, onun hörməti hətta Kəbədən də dəfələrlə artıqdır. Yer üzərində Qurandan böyük dəyər yoxdur, qiymətli bir şey yoxdur. Çünki Allahın kəlamından ibarətdir və Quran oxunarkən
Allahın müqəddəs İslam şəriətinin qəti bir vacib hökmü var. Bu da ondan ibarətdir. Quranda da öz əksini tapmışdır. Allah Teala ayədə buyurur ki, Quran oxunarkən susun. Susun ki, bəlkə sizə rəhm olunsun. Buradan da açıq aydın görünür ki, Allah Teala özünə qarşı sayğı tələb edir, sözə qarşı sayğı tələb edir və insan onu dinləməkdə insanın hüququ deyil, mütləq surətdə vəzifəsidir. Qurana hörmətsizlik birbaşa Allaha qarşı hörmətsizlikdir. Dolayısıyla da yas sahibinə hörmətsizlikdir. Cəmiyyətdə olan, orada oturan cəmiyyətdə yas məclisinə gəlmiş ağsaqqallara qarşı hörmətsizliklərə qarşı hörmətsizlik. Lakin günümüzdə yas məclislərində bunların da həqiqətən şahidi oluruq. İnsanlar ümumiyyətlə söhbətləri laqqırtı vəziyyətinə eldirində belə bir kobud söz var. Üzr istəyirəm, bu vəziyyətə çatdırırlar. Yəni yas sahibinin dərdini bölüşmək, onun dərdinə şərik olmaq məqsədi ilə gələn olduqca azdır. Biz özümüz də müxtəlif yaz məclislərində iştirak edirik. Yas sahibinin dərdini bölüşürük və qətiyyən Quran oxunarkən danışmırıq, laqqırtı vurmuruq. Yas sahibinə və Qurana, Allaha hörmət qoyuruq. Bunun əksini edənlər isə bilsinlər ki, qiyamət aləmində mütləq surətdə bunun cavabını verəcəklər və şiddətli cəzalanacaqlar. Deməli, sonuncu bir məsələni də hörmətli tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm. Bu da yas məclislərinin qadınlar hissəsinə aid olmasıdır. Yəni, qadınlar yas mərasimində də bir çox qadınlar özlərini apara bilmirlər. O dövrdə də belə idi, əfsus ki, Sovet dövründə də belə idi. Yas məclisləri, əgər qadın-kişi məclisləri yaxın təşkil olunursa, qadın məclislərində olan qadınların səsləri kişi məclislərinə qədər gəlib çıxırdı. Hətta bir neçə dəfə qadınlar bu barədə xəbərdar olunurdu. Səslərini aşağı eləsinlər. Bu daban-dabana İslam şəriətinə ziddir, böyük günahlardan biridir. İndi bunun böyük günah olub-olmaması müzakirə mövzusu ola bilər. Lakin qadın bilməliyik ki, qadının səsi naməhrəmə çatmamalıdır. Yəni, zəruri hallarda bu ola bilər. Lakin adi hallarda, məclisdə qadınların səsi kişilərin səsinə çatdırılmamalıdır. Onların səsi 1-2 ton kişi səsindən aşağı olmalıdır. Əfsus ki, biz bunun tərsini görürük. Harada qadın məclisi var, sanki qadın məclisi deyil, kişi məclisidir. Səsləri hər tərəfi bürüyür. Bu haramdır, İslam şəriətinə də haramdır. Bizim danışdığımız bizim şəxsi mövqeyimiz deyil. Bunlar əsla mənim şəxsi mövqeyim deyil. Xahiş edirəm, hörmətli izləyicilər, bunları mənim şəxsi mövqeyim kimi qəbul etməyin. İndi bəzi adamlar var ki, mütləq surətdə hər bir şeyə qarşı onda özünü müdafiə, mütləq instinkti cəhətdən yanaşır və bildirir ki, hər şeydə bir haramlıq axtarırsınız. Xeyr, bunlar müqəddəs İslam şəriətinin hökmləridir. Bunlara əməl etmək həm bizə, həm özümüzə, övladlarımıza xeyirdən başqa ziyan gətirməyəcəkdir. Mən bu fikirlərdə, ümidlə də sizdən ayrılıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.